Ya Allah, salam hörmətli izləyicilər, hardayıq? Aleyküm salam. Hardayıq? Yenə də Buzovnada. Buzovnada. Vişnovkada. Biz deyirik cənnət məkandır Buzovna. Cənnət məkandır. Sözümüzün üstündə dururuq. 5-ci dalanda. Ayda Parkın, dostlar, Albal Market, o məşhur Ayda Park ki var, ən bahalı yer. Orada 5-ci dalanda. Daşla hörülmür. Daşla hörülmür. Betonda, hə, maşallah olsun. O tərəfdə dostlar, də Ayda Parkın yanı ən olmasa, məşhur bir yerdir. Qazanxanası, həyətdə ən gözəl sanucili. yeridir deyərəm ki. Belə sanitar qovşağı, köməkçi otağı var. Kombisiz adı da var. Kombisi var. Quşların səsidir da. Buranın səsi tam başqa cürdür. Buranın gözəlliyi. Ver çəkim qardaş, get sən. Arada ikimiz də bir-birimizi göstərək. Ay yox, bizi. Bura istif oldu belə. Bizdən beziblər qardaş. Hər gün girir bunlar telefonu açan kimi deyirlər, sizdən başqa kim var burada deyirlər. Buyurun. Bura nədir? Qonaq otağı. Qonaq Maşallah. Çox gözəldir. İştin cəhətlərdən buranın bilirsən nədir? Nə idi qardaş? Bizim balacalar var da, nəvələr var, övladlar var. Basendə çiməndə sən buradan onlara nəzarət eləyə bilirsən. Övladlarına nəzarət eləyə bilirsən. Çünki su təhlükəli bir şeydir. Düzdür qardaş? Ha, sağ getdik. Dostlar, buradan çıxan kimi də o binalar tərəfə də çıxırsan, o 322 nömrəli məktəb tərəfə. Burası belə qonaq otağıdır. Yenə də buradan dediyimiz kimi, yenə də xanımlarımız öz övladlarına pəncərədən yenə də övladlarına nəzarət eləyə bilərlər. Həm də buradan piyadalıq marşrut xəttinə 250 metr. 250 metr marşrut xəttinə, bütün o şəhərə gedən marşrutlara. Burada belə bir yataq otağıdır, maşallah. 3 dənə də yataq otaqdan ibarətdir. Əgər yanılmıramsa 172 ya bilmədim 192 kvadrat unutmuşam. Çöldən çölə də, bu da reallıqdır. Evimizin də çıxarışı var, torpağımızın da. Ev, torpaq, paket, kupça, ipoteka, kreditə yararlıdır. Bu bunun geniş belə sanitar qovşağıdır dostlar. Geniş bu formada. Burada da belə növbəti mənəm də həmçəki kimi otağımız sizlər üçün axtarıb bu gözəllikləri tapan qardaş. Buyurun gedək. Turan qardaşımız görə hara getdi? Bu da bunun yataq otağı. Qiymət neçə idi qardaş? Heç neçəyə. Belə bir şey var Vişnovkada. 195 min manat. Maşallah dostlar, super rəqəm. Ayda Parkın yanında 3 sotun içində 195 min manat. 050. Yenə də mülkiyyətçi ilə görüşdürərik. Yenə də bəlkə keçərsə əgər o zibilə. Eləyəcək. 050 798 98 99 takibat birə yazın.